dövlətlə görünür. Mehribansılığı ilə fərqlənib Səməd müəllim. Və son bilirsiniz ki, 3 ay daha da onun vəziyyəti ağırlaşmışdır. Biz şəhid ataları ilə tez-tez Səməd müəllimi ziyarət edirdik. Həftədə bir dəfə. Hər dəfə görürdük ki, o geri gedir. Amma biz ona ürək-dirək verirdik ki, keçən səhərkindən şükür Allah'a yaxşısan. Amma biz bilirdik ki, onun müalicəsi yoxdur. Sağ olsun həkimlərimiz də son nəfəsinə qədər xidmətində oldular. Mən bütün şəhid atalarına başsağlığı verirəm. Çünki onlar bir-biri üçün qardaş olur. Onun ailə üzvlərinə başsağlığı verirəm. Onun oğluna başsağlığı verirəm. Ailəsinə, bütün kənd cəmaatına və Qazaxlılara. Və həyatdır, oğlu yanına çağırdı. Fatiha. Allahümme salli ala seyyidina ve nebine Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. İhtinas sıradal müstakim. Sıradal lezine amte aleyhim. Gâlil mağdubi aleyhim ve'd-dâllin. Bismillahirrahmanirrahim. Kul huvallahu hadallahu samad. Allah rahmet eylesin. Allah rahmet eylesin. Yol verin. Yol aferin. Bir dakika kaldı. Şəhidimizin atası Səməd atanın dəfn mərasimində Qazax rayon icra başçısı şəxsən iştirak edir. Allah cəmi bu dünyadan köçənlərimizə rəhmət eləsin inşallah. Allah ruhunu şad eləsin. Cəmi şəhidlərimizin, şəhidimizin atası Qazax rayonu 1-ci Şıxlı kənd məzarlığında dəfn olundu. Hansı ki, elə şəhidlərimizin yaxınlığında öz evladına yaxın bir yerdə torpağa dəfn edilir. Allah ruhunu şad eləsin. Cəmi şəhidlərimizin və şəhidlərimizin bu dünyadan köçən əzizlərinin, ümumi bu dünyadan köçən yaxınlarımızın ruhu şad olsun inşallah. Allah ruhunu şad eləsin. Bu dünyanın axırı da buraya qədər idi. Ruhu şad olsun inşallah.